Gəlin söhbətimizə bir uşağın hekayəsi ilə başlayaq. Təsəvvür edin, 5 yaşında ağır bir baş travması keçirir və bundan sonra öyrənmək onun üçün bir kabusa çevrilir. Yəni hərflər qarışır, sözlər yaddan çıxır. Bəli, məktəbdə ona hətta bir ad da qoyurlar, qırıq beyinli uşaq. İndi bir anlıq düşünün, həmin o qırıq beyinli uşaq böyüyür və dünyanın ən böyük şirkətlərinin rəhbərlərinə, Hollywood ulduzlarına sürətli öyrənməyi öyrədir. Söhbət Jim Quickdən gedir. Məhz və bugünkü araşdırmamızın əsas sualı da budur, o bunu necə bacardı? Potensialımızı reallaşdırmağa mane olan o görünməz sərhədlər əslində nədir? Bu sadəcə bir uğur hekayəsi deyil, bu həm də bir yol xəritasıdır. Amma məqsədimiz sadəcə kitabdan bəzi məsləhətləri sadalamaq deyil, əsla. Məqsəd bizi məhdudlaşdıran o 3 əsas sahəni, zihniyyətimizi, motivasiyamızı və istifadə etdiyimiz metodları bir-bir söküb, içindəki mexanizmi anlamaqdır. Yəni bizi öyrədilən, amma əslində potensialımızı əlimizdən alan qaydaları ifşa etmək. Tamamilə. Bu 3 sahəyə keçməzdən əvvəl, elə bil ki, yox, başqa cür deyim, otaqdakı o böyük fildən danışmaq lazımdır. Rəqəmsal dünyamız, telefonlarımız, kompüterlərimiz həyatımızı asanlaşdırır, elə deyilmi? Amma mənbəmizdəki araşdırmalar göstərir ki, bu asanlıq bizə baha başa gəlir. Hər şey bir kliklə Google-dan soruşmaqla əslində beynimizə bir mesaj göndəririk. Sənə ehtiyac yoxdur, tənbəlləşə bilərsən. Düzdür. Və işin ən təhlükəli tərəfi odur ki, biz buna asanlıq kimi baxırıq, amma bu əslində kognitiv bir borc almaq kimidir. Çox yaxşı bənzətmədir. Bugün yadda saxlamaq üçün Google-dan borc alırıq, sabah isə tənqidi düşünmə qabiliyyətimizin faizini ödəyə bilmirik. Mənbəyə görə biz bugün 1960-cı illərə nisbətən 3 dəfə daha çox məlumat bombardımanına məruz qalırıq. 3 dəfə? Bəli. Bu da beynimizi məlumat emal edən bir orqandan sadəcə məlumat qəbul edən passiv bir ambara çevirir. İstifadə olunmayan əzələ kimi beynimizin də ən vacib funksiyaları zamanla paslanır. Belə. Bu rəqəmsal dumanı anladıqdan sonra gəlin bizi həqiqətən məhdudlaşdıran ilk sərhədə baxaq. Başlayaq. Birincisi, zehniyyətimizdəki səhv proqramlar. İndi bir saniyəlik dürüst olun. Heç özünüzə demisinizmi ki, mənim riyaziyyatla aram yoxdur, mən heç vaxt xarici dil öyrənə bilməyəcəm və ya mənim yaddaşım çox pisdir. Hamımız demişik yəqin ki. Əlbəttə, yazar bu tür inancları beynimizdəki səhv kodlar adlandırır. Bunlar bizim özümüz üçün yazdığımız və sonra həqiqət olduğuna inandığımız yalanlardır. Baxın, bu yalanların kökündə çox köhnə bir mif dayanır. Güya beyin müəyyən yaşdan sonra dəyişmir, sanki siment kimi donub qalır. Müasir elm isə bu fikri tamamilə alt-üst edir. Neyroplastiklik deyilən bir anlayış var. Neyroplastiklik? Təsəvvür edin, beyniniz daşdan deyil, sanki plastilindir. Hər yeni vərdişlə, hər öyrəndiyiniz yeni məlumatla ona fərqli bir forma verirsiniz. Beyniniz statik bir obyekt deyil, daim dəyişən canlı bir prosesdir. Buna mənbədə fantastik bir nümunə var. London taksi sürücüləri. Çox maraqlıdır o. Bu şəhərdə lisenziya almaq üçün sürücülər 25 min küçəni və minlərlə görməli yeri əzbərdən bilməlidir. Bu, inanılmaz bir yaddaş tələb edir. İnanılmaz. Alimlər bu sürücülərin beyinlərini skan edəndə heyrətamiz bir mənzərə ilə qarşılaşıblar. Onların beyinlərində məkan yaddaşına cavabdeh olan hipokampus bölgəsi daha böyüdü. Bəli, orta statistik insana görə fiziki olaraq daha böyüdü. Yəni o qədər məşq etdiriblər ki, beyinlərinin o hissəsini sözün əsl mənasında böyüdüblər. Həqiqətən də heyrətamiz bir nümunədir. Və bax, bu bizi birbaşa o məşhur IQ mifinin əsassızlığına gətirib çıxarır. Bizə illərdir deyilib ki, IQ anadan gəlmədi və dəyişməzdi. Amma bu taksi sürücüsü nümunəsi göstərir ki, əsl zəka bir rəqəm deyil. Bir bacarıqdır. Tam olaraq, inkişaf etdirilə bilən bir bacarıqdır. Mən ağıllı deyiləm demək, əslində mən cəhd etməkdən qorxuram deməyin bir bəhanəsidir. Və bu inanc bizi çətinliklərdən qaçmağa məcbur edir. Yaxşı, tutaq ki, mən inandım, beynimin dəyişə biləcəyinə, daha ağıllı ola biləcəyimə özümü inandırdım. Amma səhər yuxudan duranda divana uzanıb serial izləmək istəyirəmsə, bu inancın nə faydası var?
Məncə, əsas problem elə burada başlayır. O hərəkətə keçmək üçün lazım olan enerji, yəni motivasiya. Aysal, əla bir nöqtəyə toxundun. Çünki zehniyyət avtomobilin xəritəsidirsə, motivasiya onun yanacağıdır. Düzdür. Xəritənin ən doğru yolu göstərməsinin bir mənası yoxdur, əgər yanacaq çəni boşdursa. Və motivasiyayla bağlı ən böyük yalan odur ki, onun göydən gəlməsini gözləməliyik. Sanki bir ilham pərisidir. Ya gələr, ya gəlməz. Amma bu araşdırma deyir ki, yox, motivasiya bir hiss deyil. Bir mühərrikdir. Bəli, bir mühərrikdir və hər mühərrik kimi onun da işləməsi üçün 3 əsas hissə lazımdır. Məqsəd yanacağı, enerji akkumulyatoru və kiçik sadə addımlar ötürücüsü. Biri olmasa, maşın yerindən tərpənməz. Mütləq. Maq istəyirəm. Kimi mücərrəd bir arzu deyil. Məqsəd, sizə hər səhər yataqdan qaldıran, çətin anlarda təslim olmağa qoymayan o dərin niyədir. Mənbədə çox təsirli bir hekayə var bununla bağlı. Hə, o 75 yaşlı kişi haqqında olan. Hər səhər saat 5-də idman zalına gedir. Niyə? O ağırlıq qaldırmağı sevmir. Amma nəvələrini sevir və onun məqsədi onlarla qaça bilmək, oynaya bilmək, onların həyatında sadəcə bir xatirə yox, aktiv bir iştirakçı olmaqdır. Yəni məqsəd özündən daha böyük bir şeyə bağlı olanda. O zaman tükənməz bir enerji mənbəyinə çevrilir. Ailənə, cəmiyyətə, bir dəyərə. Məqsədlə yanaşı kimliyin də rolu böyükdür deyəsən. Məsələn, siqareti atmağa çalışıram demək başqa şeydir. Mən siqaret çəkməyən biriyəm demək başqa. Tamamilə fərqli şeylərdir. Birincisində hələ və mübarizə aparırsan. İkincisində isə o kimliyi artıq mənimsəmisən. Mən idmanla məşğul olan biriyəm demək o davranışı asanlaşdırır. Sanki o rolu oynayan bir aktyor kimi davranışların da roluna uyğunlaşır. Mükəmməl. Gəldik mühərrikin ikinci hissəsinə. Enerji. Güclü bir məqsədin ola bilər, amma fiziki və ya zehni enerjin yoxdursa, heç nəyə başlaya bilməzsən. Beynimizin yüksək performansla işləməsi üçün 3 əsas yanacağı var. Yuxu, sağlam qidalanma və idman. Bunlar lüks deyil, zərurətdir. Hə, məsələn, mənbədəki bir araşdırma göstərir ki, müntəzəm idman edən insanlar hər gecə ortalama 1,5 saat daha çox və daha keyfiyyətli yatırlar. Üstəlik idman bayaq danışdığımız o hipokampusun, yəni beynin yaddaş mərkəzinin ölçüsünü də artırır. Qidalanma mövzusunda isə mənbə bizə sanki beynin super yanacaq siyahısını verir. Avokado, yaban mərsini, yəni blueberry, Brokoli, yumurta, ispanaq, somon balığı, sarı kök, qoz və əlbəttə ki, bol su. bunları bir pəhriz kimi deyil, beyninin optimal işləməsi üçün ona verdiyim bir hədiyyə kimi düşünmək lazımdır. Ay sağ ol. Və mühərrikin son, amma bəlkə də ən vacib hissəsi. Kiçik sadə addımlar. Çox vaxt bizi dayandıran işin böyüklüyüdür. Böyük bir roman yazmalıyam fikri insanı iflic edir. Beyin bu böyüklükdən qorxur və dərhal təxirə salma, yəni prokrastinasiya rejiminə keçir. Amma bugün sadəcə bir səhifə yazacağam və ya sadəcə 10 dəqiqə yazacağam demək o müqaviməti qırır. Bəli, o 10 dəqiqə qaydası burada möcüzələr yaradır. Özünə deyirsən ki, yalnız 10 dəqiqə tam fokusla işin başına oturacaqsan və çox vaxt görürsən ki, o 10 dəqiqə bitəndən sonra artıq işin axarına düşmüsən və davam etmək istəyirsən. Çünki ən çətin məsafə divandan iş masasına qədər olan məsafə. Həqiqətən də. Yaxşı, deməli zehniyyətimizi düzəltdik, motivasiya mühərrikinizi də işə saldıq, amma təsəvvür et ki, ən son model bir avtomobilin sükanı arxasındasan, yanacağın da doludur, amma maşını necə sürməyi bilmirsən. Heç yerə gedə bilməzsən. Yəqin ki, çox irəli gedə bilməzsən. Bu da bizi 3-cü sərhədə gətirir. Yanlış metodlardan istifadə etmək. Öyrənmək üçün doğru alətlərimiz varmı? Məhz. Çoxumuz hələ də məktəbdə öyrəndiyimiz köhnə, səmərəsiz üsullarla nəsə öyrənməyə çalışırıq. Məsələn, saatlarla bir mətni təkrar-təkrar oxumaq. Effektiv deyil, hə? Araşdırmalar göstərir ki, bu ən az effektiv metodlardan biridir. Amma mənbəmizdə öyrənməni həm sürətləndirən, həm də daha əyləncəli edən bəzi qeyri-adi, amma çox güclü alətlər var. Birincisi, çox qəribə səslənə bilər. Musiqi. Bir dəqiqə. Yəqin ki, hansısa sakit meditasiya musiqisindən danışırsan. Heç də yox. Mənbəmizdə deyilir ki, ən effektiv musiqi növlərindən biri dəqiqədə 50-80 vuruşlu barokko musiqisidir. Barokko. Vivaldi, Bach. Bəli, bəli.
Bu ritm beynin alfa dalğalarını stimullaşdırır, bu da sakit fokuslanma vəziyyəti yaradır. Hətta bir araşdırma göstərib ki, barokko musiqisi dinləyərək dil öyrənən tələbələr digərlərinə nisbətən 25% daha sürətli öyrəniblər. Ciddi? Mən də elə bilirdim o musiqi ancaq tarixi filmlərdə olur. Deməli, dərs oxuyanda Vivaldi dinləsəm daha yaxşı nəticə göstərəcəm. Bu, inanılmazdır. Yoxlamağa dəyər. Başqa belə qəribə amma işə yarayan bir şey var? Var. Qoxu. Qoxu hissi yaddaşımızla birbaşa əlaqəli olan yeganə hissiyatımızdır. Məsələn, bir imtahana hazırlaşarkən və ya vacib bir təqdimat üzərində işləyərkən yanına qoyduğun bir efir yağı. Rozmarin və ya lavanda kimi. Bəli, bu sənin üçün bir qoxu löybəri yarada bilər. Sonra imtahandan əvvəl həmin qoxunu təkrar iylədiyində beynin avtomatik olaraq o məlumatları daha asan xatırlayacaq. Çünki məlumatı qoxu ilə kodlamısan. Bunlar həqiqətən də çox maraqlıdır. Bəs daha ənənəvi, amma yenə də çox bilinməyən metodlar hansılardır? Məsələn, zamanın idarə edilməsi. Bunun üçün Pomodoro texnikası klassikdir, amma çox vaxt səhv başa düşülür. Məsələ sadəcə 25 dəqiqə işləyib 5 dəqiqə fasilə vermək deyil. Bəs nədir? Əsas məsələ o 5 dəqiqəlik fasilənin özüdür. O qısa fasilələr zamanı beynin öyrəndiyi məlumatları qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa köçürür. Sinir əlaqələrini möhkəmləndirir. Fasilə vermədən saatlarla işləmək sanki not dəftərinə dayanmadan yazmaq kimidir. Bir müddət sonra yazdıqların bir-birinə qarışacaq. Fasilələrsə o səhifələri çevirməkdir. Məndə bir neçə başqa yaddaş gücləndirmə texnikası da var. Biri aktiv xatırlamadır. Yəni, kitabı oxuyub qurtardıqdan sonra onu bağlayıb öyrəndiklərini özünə danışmaq. Pasiv qəbuldan aktiv istifadəyə keçmək. Düzdür. Digəri aralıqlı təkrardır. Bir sözü bir gündə 20 dəfə əzbərləmək əvəzinə 20 gün boyunca hər gün bir dəfə təkrar etmək daha effektivdir. Və nəhayət mənim ən sevdiyim yaddaş sarayı. Yaddaş sarayı texnikası əvvəlcə qəribə səslənə bilər, amma 100 illərdir istifadə olunan çox güclü bir metoddur. Məqsəd, yaddaş saxlamaq istədiyim mücərrəd məlumatları çox yaxşı bildiyim bir məkanla. Məsələn, öz evimlə? Bəli, öz evinlə əlaqələndirməkdir. Çünki beynimiz faktları və siyahıları yox, qəribə, emosional və hərəkətli təsvirləri yadda saxlamağı sevir. Deməli, tutaq ki, mən bazarlıq siyahısını toyuq, ispanaq və süd yadda saxlamaq istəyirəm. Bunu necə edərdim? Çox sadə, dezlərini yum və təsəvvür elə. Evinin giriş qapısını açırsan və pilləkənlərdə nəhəng bir toyuq rəqs edir. Oldu. Sonra koridora keçirsən və tavandan üzərinə bir kisə ispanaq tökülür. Mətbəxə çatanda isə görürsən ki, pişiyin stolda oturan bir inəkdən süd sağır. Bu təsviri unutmaq qeyri-mümkündür. Dəqiq olaraq. Bu təsvir o qədər absurd və gülməlidir ki, onu unutmaq siyahını əzbərləməkdən daha çətindir. Sən artıq toyuq, ispanaq və süd sözlərini deyil, bir hekayəni xatırlayırsan. Bu həqiqətən də həm əyləncəli, həm də çox məntiqlidir. Bütün bu metodlarla yanaşı, yazar bir bacarığın üzərində xüsusilə dayanır, oxumaq. Deyir ki, həyatdakı uğurla oxuma bacarığı arasında birbaşa əlaqə var. Problem isə odur ki, əksəriyyətimiz hələ də ibtidai sinifdəki kimi oxuyuruq. Gözlərimizlə deyil, daxili səsimizlə. Buna subvokalizasiya deyilir. O daxili səs. Tamamilə. Təsəvvür edin, siz bir Formula 1 maşını sürə bilərsiniz, amma əl əyləcini çəkib, saatda 30 km/saat sürətlə gedirsiniz. Oxuyarkən içimizdən sözləri təkrarlayan o daxili səs bizim əl əyləcimizdir. Gözlərimiz çoxdan cümlənin sonuna çatıb, amma beynimiz hələ də sözləri bir-bir pıçıldayır. Bu əyləci buraxmaq üçünsə 2 sadə texnika var. Birincisi, oxuyarkən barmağınız və ya qələmlə sətirləri izləmək. Gözlərimiz hərəkət edən obyektləri izləməyə proqramlaşdırılıb və bu sürəti artırır. Bəs ikincisi? İkincisi isə daha qəribədir. Oxuyarkən ucadan saymaq. 1, 2, 3, 4. Ciddi? Hə, bu beyninizin səs mərkəzini məşğul edir və sözləri təkrarlamasına imkan vermir. Beləcə, beyniniz sözləri səsləndirmək əvəzinə sadəcə görməyə məcbur olur. Və nəhayət, daha yaxşı düşünməyi öyrənmək. Bəzən problem zəkamızda yox, düşünmə tərzimizdə olur. Mənbədə bunun üçün 6 şapkalı düşünmə texnikası təklif olunur. Bir sözlə, gəlin toparlayaq. Əsas fikir budur. Heç birimiz
kırık beyinli və ya məhdud doğulmamışıq. Sadəcə bizə səhv istifadə təlimatı verilib. Dahi doğulmaq məcburiyyətində deyilik. Qətiyyən. Beynimizdəki o məhdudlaşdırıcı inancları sındırmaq, daxili motivasiya mühərrikimizi kişə salmaq və doğru, effektiv metodlardan ibarət bir alət çantası yığmaq kifayətdir. Potensialımız həqiqətən də sərhədsizdir. Sadəcə o sərhədlərə özümüz çəkirik. Və söhbətimizi yekunlaşdırarkən sizə son bir fikir vermək istəyirəm. Bugün öyrəndik ki, düşüncə tərzimiz bizi məhdudlaşdıra bilər. Və sizin gündəlik qərarlarınıza və həyatınıza təsir edən, lakin heç vaxt sorğulamadığınız hansı gizli düşüncə modelləriniz və ya qaydalarınız ola bilər? Risk etmək olmaz, böyük xəyal qurmaq təhlükəlidir. Bəli, və ya mən buna layiq deyiləm kimi. Bəlkə də sınırsız potensiala doğru atılacaq ilk addım məhz bu görünməyən qaydaları kəşf etmək və onların həqiqətən sizə aid olub-olmadığını sorğulamaqdır.